Hər birinizi yeni bir vlogdan salamlayıram. Belə səhərimi bu şirinlə açdım və biraz oynadıq. Hər səhər etdiyim rutinlər var. Hansı ki bezini dəyişirəm. Əgər tərləyibsə paltarlarını dəyişirəm. Bütün rutinlərimizi elədik. Pampers dəyişdi. Gördüyünüz kimi. Həmişəki məhsullardır. Bu da Demax'ın D vitamini. Hər dəfə səhər yuxudan oyananda verirəm vitamini. Həmişə saat 8-də verirdim, amma artıq nə vaxt ki yuxudan tam oyanır, yəni saat 11-in yarısı, 11-də, o zaman da bunu verirəm. Çünki səhər bunu verə bilmirəm, yatır. Qızlar, mən bu pendiri çox sevirəm. Hər dəfə indirimdə olurdu. Bu dəfə gördüm ki, indirimdə deyildi. Deyəsən 2 manat neçəsi qəpik balacası. Amma yenə də aldım. Bu pendirlər çox dadlı olur. Səhər yeməyim də hazır. Artıq havalar isinib və çalışırıq ki, hər gün heç olmasa 1 saat havaya çıxaq və hər zaman getdiyimiz bir yer var ki, Nərimanov parkı. Biz hava alırıq. Bu da həm mənə, həm də Alinaya çox yaxşı təsir göstərir. Çünki biz dekabrdan bu yana demək olar ki, daha çox vaxtımızı evdə keçiririk və bu da bir yerdən sonra insanı artıq sıxmağa başlayır. Mən ümumiyyətlə 2019-cu ildə universiteti bitirdim və ondan sonra, yəni 2019-cu ildən bu yana həmişə işləmişəm. Buna görə də biraz aktiv həyatım olur. Amma indi daha çox evdə vaxt keçirdiyimə görə bəzən də olur ki, evdə sıxılıram. Alina hava aldı və evə gəldi bu formada. Qızlar, hələ ki mən burada termal xalçalar olur, ondan almamışam. Və bu formada təmiz bir ağ örtünün üzərinə qoyuram. Alina da burada fırlanmağa çalışır. Bu kitabları çox sevir. Əgər belə Alina kimi 4-cü ayında olan uşaqlarınız varsa, hətta 3-cü aydan da məncə onlar reaksiya verərlər belə kitablara. Bu kitablardan almağınızı məsləhət görürəm. Çünki içindəki şəkillərə maraqla baxır. Qızlar, mən evə gəldim və Alinanı biraz yerə qoydum, o fırlanmağa çalışdı. Bir pizza hazırladım. Aşağı düşməmişdən əvvəl mən xəmiri yoğurmuşdum və biraz maylanması üçün qoymuşdum. Elə istədiyiniz tərəvəzləri əlavə edirsiniz və dadlı bir pizza alınmışdı. Təəssüf ki, sizə nəticəni çəkə bilmədim. Bundan sonra da qaynanamın bişirdiyi belə bir dadlı yemək var idi. Yeməkdən çəkdim. Pizza bişənə qədər bundan yeyəcəm. Mən həm süd verdiyimə görə, həm də çörəyi azaltdığıma görə demək olar ki, bu aralar ancaq qara çörək yeyirəm. Buna görə də tez-tez acıyıram və bunu da nəzərə alaraq yeməyimi biraz çoxaltmışam. Yemək olaraq çox yemək yeyirəm, amma çörəyi demək olar ki, kəsmişəm. Qızlar, qaynanam bişirib bu yeməyi. İçində hər şey var. Badımcan, kartof, biber, pomidor, göyərti və ət də var. Sınamamızsa və yeni bir, həm də asan bir yemək axtarırsınızsa, belə həm də içində tərəvəzlər olan bu formada bir yemək hazırlaya bilərsiniz. İçindəki hər şeyi qızardırsınız. Bundan sonra da qat-qat yığırsınız və həqiqətən də çox dadlı bir yemək alınır. Və burada da gördüyünüz kimi belə bəzən meyvə sularından alıram. Daha çox mənim heç yadıma düşmür. Yoldaşım alır ki, o özü qazlı sular içir və mənə də həmişə belə naturalni sular alır. Əslində bunları içmək də heç düzgün deyil məncə. Amma adam bəzən ürəyi nəsə istəyir. Çünki onsuz da süd vermə dönəmində bəlli bir şeyləri yeyirik və bəzi şeyləri onsuz da azaltmışıq. Bəzi yeməkləri onsuz da yemirik və bu da insana çox pis təsir edir. Bundan sonra yeməyimi bitirdim və tostoranın içini belə yumuşdum. Bu fantom tostoranın içidir. Və mən bu hissələri bir neçə istifadədən sonra çalışıram ki, yuyum. Çünki belə olduğu zaman çox təmiz olur. Növbəti günə keçirik. Növbəti gündə də mən sizin üçün maraqlı məqamları çəkmişdim. Belə Alina ilə birlikdə və yoldaşımla birlikdə getdiyim mamamgilə. Orada da oturduq. Bacım da gəlmişdi. Biz daha çox həftə sonları belə bir yerdə yığışırıq. Bundan sonra mamam oruc idi və marketə getmək istəyirdi. Bacımla mən
Uşaqları qoyduq mamamın yanında və getdim market alış-verişini eləməyə. Bu arada burada maraqlı bir neçə şey var idi. Gözəl üçün həm bəzi gözəlin sifarişləri var idi. Onları aldıq. Bacımın əlində tutduğu pudinqləri gözəl çox sevir. Onları aldıq və evə bir neçə lazımlı şeyləri aldıq və qayıtdıq evə. 99 qəpiyə. Orta ölçülü Xonca çokolatin tortu 13 manat 49 qəpiyə. 1 litriyə. Siz harda, Araz orada. Endirimlər 9 aprelədək keçərlidir. Ramazan müddətində mamam oruclarını tutub, sadəcə bir neçə günlük qəzası var idi. Ramazan bitdikdən sonra da onları tuturdu. Bugün də axırıncı günü idi və göbələk supu istəyirdi. Biz də göbələk aldıq və mən burada mamam üçün göbələk bişirirəm. Bu göbələk supunun kanalımda elə ilk videolardan biridir. Resepti var. Oradan baxıb eləyə bilərsiniz. Çox dadlı alınır. Yəni əgər sınamamısınızsa mütləq sınayın. Əvvəlcə soğanı qovurursunuz. Bundan sonra göbələyi əlavə edirsiniz. Birlikdə qovurduqdan sonra 2 qaşıq un əlavə edirəm. Biraz unun iyi çıxdıqdan sonra da qaymağı əlavə edirsiniz və qaymaq biraz qaynadı, kifayətdir. Və üzərinə də yarım litr suyunuzu əlavə edin və blenderdən çəkirsiniz. Yeməyiniz hazırdır. Həqiqətən də çox dadlı bir yemək alınır. Əgər siz blenderdən istifadə etməyəcəksinizsə, çalışın ki, göbələyi filan biraz xırda doğrayın. Mən bu yeməyə həm də göyərti də əlavə edirəm. Ən çox əlavə etdiyim keşniş və südür. Başqa göyərtidən istifadə etmirəm. Yeməyimizi yedik və mamam da orucunu açdı. Bundan sonra keçirik ortalığı biraz toparlamağa. Çünki qablar çıxmışdı. Bacım nə qədər israr eləsə ki, mən yuyum. Dedim ki, yox, qabları özüm yuyacağam. Həm də sizin üçün belə bir video çəkdim. Mənə maraqlıdır. Sizin bu günləriniz necə keçir? Artıq yaya doğru gedirik. Mən istəyirdim ki, bu qış boyunca heç olmasa biraz arıqlayım, amma uşaqla bu mümkün deyil demək olar ki. Elə bilirdim ki, hamı mənə deyirdi ki, süd verəcəksən, çöp kimi olacaqsan, amma yəni heç bir dəyişiklik yoxdur. Bu aralar əynimə heç paltar da almaq istəmirəm, çünki istəyirəm ki, istədiyim ölçülərə çatım, biraz çəki atım, bundan sonra paltar alım. Sizin günləriniz necə keçir? Mənə maraqlıdır. Siz nələr etməyi xoşlayırsınız? Ümumiyyətlə, mən izləyicilərimi, kanalıma abunə olan insanları ümumiyyətlə tanımaq istəyirəm. Bəlkə bu sizə süni gələ bilər, siz inanmaya bilərsiniz, amma həqiqətən də mənə digər insanların, məni izləyənlərin nə etdikləri maraqlıdır. Yəni siz hansı işlə məşğulsuz, işləyirsinizmi, yoxsa evdar xanımsınız? Burada mənə bəzi xanımlar, mənim daimi izləyicilərim var, onlar mənə yazırlar və mən çalışıram ki, hər bir yorumu cavablandırım. Onlarla danışmaq mənə də xoş olur. Çünki həm də onlardan nələrsə öyrənirəm. Bu da mənim üçün yaxşı olur. Düzdür, kanalı açanda ilk vaxtlar mənə mənfi yorumlar gəlirdi və bu yorumlar düzü məni biraz sıxırdı. Bəzi yorumları hətta silirdim. Amma sonradan düşündüm ki, bunu etmək heç də lazım deyil. Çünki onlardan da mən nəsə öyrənirəm. Və buna görə də əgər kanalıma hələ də abunə olmamısınızsa, kanalıma abunə olaraq mənə dəstək olmağınızı sizdən çox-çox xahiş edirəm. Və mənə öz fikirlərinizi yazın. Necə videoların gəlməsini, necə vloqların gəlməsini istəyirsiniz. Bilirəm ki, ən çox sevdiyiniz təmizlik vloqudur. Buna görə də vloqlarımda çalışıram ki, buna yer verim. Amma ümumiyyətlə çəkmək istədiyim böyük bir təmizlik vloqu var. Yəni bütün evi yığışdırdığım. Amma hələ ki uşaqla bu mümkün deyil. Amma növbəti vloqlarda bu da ola bilər.
Burada da gözəli görürsünüz. Mamasının saçını daramışdı və mamasından pul istəyirdi ki, saçını daradım, indi də pulumu ver. Maması da nənəsinin pulunu verirdi ki, get nənəndən götür. Və belə maraqlı bir gün keçirdikdən sonra evə gəlirəm. Artıq biraz demək olar ki, yorulmuşam. Buna görə də dedim, dadlı bir çay dəmləyim. Biz ümumiyyətlə normal çay içirik, yəni Azərçayın çayından içirik. Amma bəzən mən belə ətirli, otlu çaylar da içməyi xoşlayıram və üzərinə də belə normal çay əlavə edirəm. Amma buna baxmayaraq mənim yoldaşım bu çayı heç sevmir. Yəni o çaydan nəsə bir otun dadını gəlməsini xoşlamır. Buna görə də bu çayı ən çox mən və qaynanam içirik. Kızlar, hal-hazırda burada video çəkirdim. Burada kızım üçün sizə demişdim, aldığım hədiyyələr var idi. İstədim onları bir qısa video kimi də çəkim, paylaşım izləyicilərimlə. Və o zaman gördüm ki, bura çox qarışıb. Hətta bu şkaf artıq belə çətinliklə bağlanır. Çünki mən əlimə nə keçsə, son zamanlar hamısını atmışam bura. Və bura çox dolub. Buranı məncə təmizləmək lazımdır. Amma istədim ki, tək eləməyim, sizinlə birlikdə təmizləyim. Mən sizə bunları əvvəlki videolarda göstərmişdim. Hansı ki, aksesuarlarımı sizə göstərirdim. Və bunlar mənim kaşdoklarımdır. Birini bacım hədiyyə edib, birini baldızım. Bu da mənim yoldaşıma aldığım kaşdokdur. Hələ də istifadə etməmişik heç birini. Və bu hissədə saxlayıram. Mən daha çox gündəlik olaraq kiçik sumkalardan istifadə etdiyimə görə belə böyük kaşdokları hələ ki istifadə etmirəm. Ona görə də bunları saxlayıram. Kızlar, soruşa bilərsiniz ki, bu nədir? Bu yoldaşımın toyda, hansı ki kişilər pencəyin cibinə qoyurlar belə formada. Bunu da siz bəlkə inanmayacaqsınız bunun qiymətinə. Adi bir şeydir, 80 manata alınıb bu. Buna görə də əzizləyib burada saxlayıram. Yəni niyə bu qiymətə olub mən bilmirəm. Yəni belə baxırsan adi parçadır, amma ki qiyməti 80 manatdır. Burada da bəzi dərmanlarım var idi. Bunlar hamiləlik zamanı istifadə etdiyim dərmanlardır. Saxlamışam. Bunların içində az qalıb. Amma hamiləlik bitməsinə baxmayaraq bu dərmanlar hələ də burada qalır. Mənim ayrıca bir qutum var. Onun içində bütün lazımlı dərmanlarımı saxlayıram və bir neçə ay keçdikdən sonra açıb baxıram. Vaxtı keçənləri atıram. Qalanları isə hələ də saxlayıram. Və buradan belə bir pozanda çıxdı. Bu da qaynanamın mənə belə bir hədiyyəsidir. Bundan o qədər çox xoşum gəlir. Üstü belə çox qəribə bir formadadır. Və çox rahatdır. Bəzən marketə gedərkən bunu istifadə edirəm. Çox şirindir məncə görüntüsü də. Bu da qızıma aldığım kitabdır. Bunu da bir qutu tapıb bütün oyuncaqlarını, aldıqlarımı hamısını içinə yığacağım ki, səliqəli bir formada qalsın. Bu arada bunun videosunu çəkdim kiçik video şəklində. Qızlar, manatlıq mağaza açılıb yanımızda. Adı da Hoqqadır.
Belə bir qaş altında, elə bir qaşınızın altında çıxan xırda tükləri təmizləmək üçün alətdir. Düzü mən çox bəyənmədim. Yəni 2 manat 50 qəpiyədir. Çox da bir şey gözləmək lazım deyil. Zaryatka ilə işləyir. Və bu formadadır. İndi işlətdikcə sizə yenə də məlumat verərəm, amma bunu Trendyolda mən görmüşdüm. Neçə vaxt idi istəyirdim. Amma belə o qədər də çox belə wow bir şey deyil. Mənim yoldaşım üz qırxanı var. Onun çoxlu başlıqları var həmin aparatın və bu başlıqdan onsuz da onda var. Mən orada xanımdan soruşdum ki, bu tükləri kəsir, yoxsa kökündən çıxarır. Xanım bəlkə özü də bilmirdi, dedi ki, kökündən çıxarır, amma bu tükləri kəsir. Yəni sizin də məlumatınız olsun. Sadəcə o mağaza çox gözəl bir mağazadır. Əsl mənim yerimdir. Yoldaşım deyir ki, çox düzgün addım atıblar ki, bizim evimizin yanında açıblar o mağazanı. Heç müştəriləri olmasa da sən oradan alış-veriş edərək o mağazanı saxlayacaqsan. Buna görə də birlikdə sizi aparacağım. Artıq bir dəfə getmişəm və yenidən gedib gəzmək istəyirəm. Çünki yoldaşımla getdiyimiz zaman yoldaşım tələsirdi və rahatlıqla heç nəyə demək olar ki, baxa bilmədim. Amma sizinlə birlikdə gedərik və oranı da kəşf edərik. Vlogumu izlədiyinizə görə sizə təşəkkür edirəm. Kanalıma abunə olaraq mənə dəstək olmağı unutmayın. Növbəti vloqlarda görüşmək ümidi ilə hələlik.